Здравствуйте. Bunları danışanın çoxsu əksəriyyəti özlərindən bilib danışırlar. Özləri hər yola əl atanlar danışırlar. Yəni biraz insanlığımız olsun. Bilib bilmədən az danışın artıq. Mən buradan pul qazandım, qazanmadım, sənə nə? Haramlıqla qazanmıram. Məsəl üçün qazansam belə də, birincisi qazanmıram, qazansam belə, sənə nə? Sənin cibindən pul götürüb mənim cibimə qoymayacaqlar ki. Bir də bunu qeyd edim ki, bayaq insana heç kəsin yerinə cavab verməyin. Yazmışdım ki, mənim həyatım heç kəsə maraqlı deyil. Maraqlı deyil, 2 gün içində 116 lira takipçi gəlməz deyil. Bu qədər qısa bir sürədə izlənmə olmazdı. Öz adına cavab ver. Maraqlı deyil, mənim səhifəmdə nə gəlsən. Mənim bloqum yalnız qadınlar üçündür. Sən kişi xaylağı, mənim səhifəmdə nə gəlsən. Mənim videomda nə gəlsən. Və içiniz o qədər qurtdudur ki, içinizin qurduğunu bilmirsiniz ki, hara tökəsiniz. Maraqlı deyil, düz keçdə. O qədər mi için qurtdudur ki, yəni o qurduğunu mənim yorumuma etməlisən. Vaxt az qalıb. Deyim, biraz sərinliyim. Mamamın gözəl kompotu, çələmli. Ən sevdiyimdən. Həm mürəbbəsini sevirəm, çələmin, həm kompotunu. Ananın hər şeyi gözəl olur da. Yeməyi də, kompotu da, mürəbbəsi. Artıq məktəbdəyəm, çatdım. Aynışan çatdım burada, saat 4-dən. Zalı vəzirlərdə gedim. Gedim görüm, nətər vəzirlər çıxarım burada. Bizə köməkdə qaldırlarım. Digər qaldırları gözlüyük. Hələ ki, belə hazırlıqlar uşaqlar. Görün, bizə nə iş düşüb, biz neyimirik. Uşaqların valideynlərinlə məşqimizi etdikdən sonra yolumuz yenə də evə dönmək oldu. Evimizə döndük bu arada. Takip edənlər, dəstək olanlar, takipdə qalın. Ailəmizə aid videolar var. Gündəlik video çəkməyə çalışıram. Uşaqlar olsa da vaxt ayırıram. Dəstək olun, like edin, yorum yazın. Çox sağ olun. Gecəniz xeyirə qalsın.